Salam izleyiciler, her birinizi hoş gördük. Bugün sizlerle birlikte fonetika bölmesini öğreneceğiz. Fonetika bölmesine geçmeden önce qeyd edim ki, mevzunu izleyip bitirdikten sonra modelders.az saytına daxil olaraq həm sınav, həm də sual-cavab hissəsi ilə tanış ola bilərsiniz. Yəni mövzunu nə qədər öyrənə bildiniz, bunu müəyyənləşdirmək üçün mütləq şəkildə həmin sınaq və sual-cavab hissəsindən istifadə edə bilərsiniz. İnanıram ki, bu video sizlər üçün faydalı olacaq. Çox uzatmadan mövzumuza keçək. Mövzumuz fonetika. Foni səs, tika elm deməkdir. Yəni səs haqqında elmlər çoxdur, amma fonetika nədən danışacaq? Danışıq səslərindən. Danışıq səsləri nədir? Hazırda mənim danışdığım və sizin eşitdiyiniz səslərdir. Ona görə də belə deyirik, danışıq səslərindən bəhs edən dilçilik bölməsinə fonetika deyilir. Danışıq səsləri hansılardır? Danışıq səslərində iki yerə ayıracağıq. Saitlər və samitlər. Təbii ki, burada saitlərin də öz xüsusiyyəti var, samitlərin də. Amma mən bu danışıq səsləri yaradan fizioloji amillərdən danışmadım. Çünki fizioloji amillər dimin imtahanlarında düşmədiyi üçün bizim üçün də o qədər önəmli deyil. Əsas və vacib məqamlara toxunmağa çalışacağam. Saitlər nədir? Dedik, ağız boşluğunda sərbəst və maneəsiz səslərdir. Ağız boşluğunda sərbəst və maneəsiz deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, A da deyin, B da deyin. A deyəndə ağızdan hava axını çox sərbəst, heç nə qarşısını kəsmir. Bu maneə nə ola bilər? Dil ola bilər, dodaq ola bilər, diş ola bilər. Bunlar maneə sayılır. Və heç bir maneə olmadan A səsi rahat şəkildə ağızdan çıxdı. Amma B deyəndə dodaqlar kipləşdi. Samitlərin tərifində də deyirik. Maneə rast gəlir, amma buna baxmayaraq maneəni dəf edərək ortaya çıxır. Və B da deyəndə gördüyünüz maneə və sonra səs eşidilir. Və bundan başqa saitlərin öz xüsusiyyəti var. Avazlı olur, heca yaradır, bir sıra hallarda uzun tələffüz, heca nədir? Bunlarla bağlı növbəti slaytlarımızda keçəcəyik. Musiqili səslərdir, sait səslər. Sonra samitlərdə küy və bəzən də avazlı olur, heca yaratmır, ancaq formalaşmada iştirak edir. Uzun tələffüz olunmur. Sonra saitlərdə danışıq səslərini dedik ki, saitlər və samitlər olaraq iki yerə ayrılır. Saitlərin də öz xüsusiyyəti var. Həm saitlərin növləri var. Bu hansılardır? Qalın və saitlər, incə saitlər, sonra qapalı və açıq saitlər, dodaqlanan və dodaqlanmayan saitlər, bunlar saitlərin növləri. Təbii ki, mən burada çalışacağım həm elmi, həm də el arasında daha çox istifadə edilən yadda saxlama metodlarından bəzilərini sizlərə çatdırım. Çünki belə bir şeylə qarşılaşıram ki, bəzən deyirlər, yox, əzbərləyə bilmirəm, yadımda qalmır, başa düşsə belə, amma A-nın qalın olduğunu bilməlidir. Hardan biləcək? Təbii ki, burada qalın və incə sözləri boş yerə verilməyib. A da deyə bilərik, ə də deyə bilərik. A dedikdə baxacağıq ki, səslənmə dilimizin arxa hissəsində, yəni boğazda olur. Ə deyəndə amma dilin önünə doğru gəlir səslənmə və buna görə də dilin önünə gələnlərə incə saitlər, hətta burada neytraldır, dilin ortası kimi qəbul edirlər. Dilin önünə doğru gələnlər olacaq incə, dilin arxasına gedənlər olacaq qalın. Ona görə bu adı veriblər. Amma buna baxmayaraq, neytral olmasına baxmayaraq E-də incə saitlərin içərisində verilir. Bir də dilin arxasında baş verdiyinə görə qalın saitlərə dil arxası saitlər, dilin önündə baş verdiyinə görə incə saitlərə dil önü saitlər deyilir. Mən burada məsələn yadda saxlama metodu bu şəkildə deyirəm uşaqlara. Uşaqlar, bax, A, I, O, U qalın saitdir. Ayıb olsun. Deyirlər, mən niyə ayıb olsun? Deyirəm, yadda saxlamasanız ayıb olacaq. Çünki ayıb olsun sözünün tərkibində A, I, O var. Bu şəkildə yadda saxlatmağa çalışıram. Ə, E, Ö, Ü, İ. Burada da dərsini özün et sözündə isə deyirəm ki, yəni bunu da bu şəkildə incə saitlərinə
Bu sözdə dərsini özün et sözündə işlərim. Özün etməsən təbii ki, yadında qalmayacaq. Ondan sonra kapalı sahipler ve açık sahipler. Kapalı sahipler de I, I, U, Ü, A, E, E, O, Ü. Bunların adı da boş yerə verilməyib təbii ki. Qapalı və açıq. Nədir qapalı olan, nədir açıq olan? Buna biraz aydınlıq gətirib. Məsələn, bu şəkildə deyək, I da deyək, A da deyək, amma dişlərimizi sıxaraq deyək. O zaman hiss edəcəyik ki, A deyəndə bizim dişimizin açılmasını, yəni ağız o sahənin genişlənməsini istəyir, açılmasını istəyir. Yəni buna görə də açıq və geniş sahitlər deyirlər bəzən də adına. Ağız genişləndiyi üçün sərbəst şəkildə o tələffüz oluna bilir. Amma qapalı sahit o qədər ağzın açılmasına ehtiyac olmadan rahat şəkildə tələffüz oluna bilir. Hətta dişimizi sıxılı şəkildə də deyə bilirik, amma A-nı heç cür deyə bilmirik. Bunun yadda saxlama metodu nədir? Mən bu şəkildə deyirəm, üstü açıq, üstü bağlı. Yəni bir əkslik var. Üstü açıq sahitlərə, üstü açıq anlayışı nədir? Gəlin ona aydınlıq gətirim. Demək, əgər sahit özünə gəlib təkrar birləşmirsə, buna üstü açıq deyirəm. Üstü açıq da nə olacaq? Qapalı sahit. Üstü bağlı isə açıq sahitlər. Məsələn, burada A görürsünüz, gəlib özünə təkrar birləşir. Sonra Ə gəlir təkrar birləşir. E gəlir təkrar birləşib sonra başlayır. Yəni bunları bu şəkildə yadda saxlayıram ki, üstü bağlılar olacaq nə? Üstü bağlıya açıq, üstü açığa qapalı sahitlədir. Düzdür, burada bəzən D şəkilçisi ilə yadda saxlama, yəni 4 cür yazılan şəkilçilərdə həmişə qapalı sahitlər olar deyə izah verirlər. Yəni kimə necə rahatsa o şəkildə yadda saxlaya bilər. Davam edək. Sonra dodaklanan, dodaklanmayan sahitlər. Dodaklanan və dodaklanmayan sahitlər çox rahatdır, yadda qalır. O, U, Ö, Ü, yəni dodaq dairəvi vəziyyət alırsa, dodaklanan dairəvi vəziyyət almırsa, dodaklanmayan sahitlərdir. Bu çox rahatdır və yaddan da çıxmır. Məncə uşaqlarımızın daha rahat öyrəndiyi sahitlərdir. Sahitlərin hansı xüsusiyyəti var? Dilimizdə 9 sahit var. Çox zaman milli şəkilçinin tərkibində digər sahitlər iştirak eləsə də E, O, Ö iştirak etmir. Düzdür, istisnası var. Oxlu və uzunsov. Qapalı sahitlərin hamısı 4 cür yazılan şəkilçinin tərkibində olur, amma açıq sahitlərdə bu 4 cür yazılma mümkün deyil. Bayaq dedim, dır, dir, dur, dür şəkilçisini məsələn misal olaraq göstərə bilərik. Dilimizdə I sahiti ilə başlayan söz yoxdur. İnanıram ki, mövzunu başa düşdünüz, çünki mövzu ilə bağlı dəyərləndirmə gələcək anında və elə videonun içərisində siz sualı gördükdən sonra dayandırıb sualın cavabını bildiniz, bilmədiniz deyə özünüz üçün müəyyənləşdirərsiniz. Ondan sonra davam etdirərsiniz və növbəti suala baxarsınız. Mən arasında müəyyən fasilələr edə-edə cavabları açacağam ki, çox vaxtımız getməsin. Birinci sual, qalan sahitlər hansı cümlə ilə yadda saxlanılır? Bunu da bayaq dedim. Təbii ki, ayıb olsun sözlüyünə. İncə sahitlər hansı cümlə ilə yadda saxlanılırdı? Dərsi özün et. Qapalı və açıqlar bir-birindən fərqini necə yadda saxlayırdıq? Bunu da dedim. İki forma dedim. Həm bu forma var, həm də bu forma. Üstü bağlı sahitlərə açıq, açıq sahitlərə isə qapalı sahit. Yəni bir əksiliklə yadda saxlaya bilərik. Sahit və samitin oxşar cəhəti nə idi? Təbii ki, avazlı olmasın. Gəldik uzun sahitlərə. Öncə dediyim kimi sahitlərlə bağlı məsələlərə aydınlıq gətirəcəm. Ondan sonra digər samitlərə keçəcəm. Yəni sahitlərin uzun tələffüz olması təbii ki, bu uzun tələffüz olma Azərbaycan dilinə məxsus xüsusiyyət deyil, alınma sözlərə məxsus xüsusiyyətdir.
Düzdür, bəzi sözlər, milli sözlərdə də bu hal var idi, istisna hal kimi. Amma son dəyişiklikdən sonra 2021-ci il orfoqrafiya dəyişikliyindən sonra e, o halda demək olar ki, yığışdırılıb. Düzdür, orada da yenə natamam məlumat var, tam olaraq demirlər. E, ovla bir də övlə bağlı qaydanı dedilər, amma digər halları deməyiblər. Birinci növbədə gəlin görək uzun sahil hansı xüsusiyyəti var və necə tapılır? Hissə-hissə gedəcəm. Məsələn, dilimizdə ı və ü saiti uzanmır. Əsasən ərəb mənşəli sözlərdə bu uzanma hadisəsi baş verir. Hə, bu ü-nün uzanmır, ümumiyyətlə olmur, amma ü-nün uzanma halları var, amma orada da yenə hansısa bir səbəbə görə. Məsələn, üfüq sözündə uzanma yoxdur, amma üfüqi i artırıldığı üçün uzanma yaradır. Ona görə burada sözdə uzanma var, yoxdur, amma şəkilçi gələndən sonra uzanma var, bəli var. Ona görə burada uzanır, uzanmır, müsait ümumiyyətlə heç vaxt olmur. Ümumiyyətlə Azərbaycan dilində heç vaxt sözünü işlətmək bəzən başa bəl olur, problem olur. Düzdür, təsdiqlənmiş %100 qaydalar var, amma bir müddətdən sonra dil daha çox cəmiyyətdə formalaşdığı üçün bir müddətdən sonra elə bir dəyişikliklərlə qarşılaşırsan ki, istər-istəməz o 100% dediyin sözə belə artıq peşman olmuş olursan. Ona görə 100% demədən belə deyək, dilimizdə ı və ü saiti uzanmır, bəli uzanmır. Səs uzanması müxtəlif hecalarda ola bilər. Yəni birinci hecada da ola bilər, ikinci hecada da ola, üçüncü hecada da ola bilər, yəni sonda da ola bilər. Əvvəl, orta, sonda da ola bilər. Uzun saitli hecanı taparkən necə müəyyənləşdirirəm? Mən deyirəm ki, uşaqlar, qısa deməyə çalışın. Qısa dedikdə sözün mənası pozulacaq. Məsələn, gəlin belə bir şey deyim. Elan deyin. Baxın, elan, bir də elan. Elan düz çıxır, yox. Yəni məna pozulur qısa deyəndə. Və yaxud da arif, 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 Arif. Arif deyəndə artıq bilirik ki, burada həm e-də, həm də a-da uzun sait var. Yəni qısa deməklə biz sözün mənası pozularsa, qısa deyəndə sözün mənası pozularsa, bu zaman biz orada uzun sait uzanmanın olduğunu hiss edə bilərik. Düzdür, bəzən elə sözlər olur ki, orada həqiqətən müəyyənləşdirmə olduqca çətindir. Onları da istisna kimi yadda saxlaya bilərsiniz. Mən onların bəzilərini vermişəm. Məsələn, hesab, söhbət, dövran, adaptasiya, balina bu sözlərdə i-ni uzadan var. Məsələn, balina sözündə uzanma yoxdur. Bunları əzbər yadda saxlamağa çalışın. Uzanma bəzən də qaydalarla uyğunlaşa da bilir, bəzən qayda ilə uyğunlaşmaya bilir və yaxud göstərdiyim istisnalar kimi. Demək, sözdə eyni cinsli qoşa sahibli söz varsa orada biri düşür, digəri uzanır. Bu həmişə olur, xeyr, həmişə olmur. Yəni məsələn, amba an, ba bitişdirici ilə düzələndə orada uzanma olmayacaq, düşmür. Yəni harda gördüm elə iki qoşa sahib %100 mən burada uzun tələffüz etməliyəm, elə bir şey yoxdur. Ona görə dediyim kimi 100%lik qayda deməyək ki, sonra özümüz üçün problem çıxmasın. Milli sözlərdə, məsələn, son dəyişikliyə əsasən v samiti tələffüzdə düşmədiyi qəbul olundu. Məsələn, əvvəl doğğa deyirdik, ona görə deyirdik ki, milli sözlərimizdə də uzanma var, amma artıq bu yığışdığı üçün deyə bilərik ki, uzanma yoxdur, yenə də istisna çıxa bilər. Mənim qarşıma çıxmadı da artıq bu sözlər idi adətən milli sözlərimizdə bunun düşməsinin nəticəsində uzanırdı. Yəni əvvəl belə idi. Tələffüz edərkən doğğa şəklində tələffüz olunurdu, amma indi deyir yox. Elə tələffüz edəndə də doğğa şəklində deyil. İnşallah ki, xəttim başa düşülər, üzrlü sayarsınız. Sonra davam edək.
Vurgulu sözlerde, yani uzun telaffuz olan sözle vurgu eyni heceye düşmür. Ama istisna hallarda bu olabilir. Yine burada da bir istisna var. Fonetikanın en çetin tarafı odur ki qaydanın deyil, yanında anında bir istisna da demiş olduk. Mesela Arif sözünde biz bilirik ki A'da uzanma varsa demek ki diğer hecədə Ri'dədir. Vurgu orada bir yerde değil. Ama istisna burada var. Mesela bəzən, yəni, bəli, lakin, daim, daima bu sözlərdə deyək ki, uzanma ilə vurğu eyni yerdədir. Yəni ədə həm uzanma var, həm də vurğu oradadır. Bəzən eyni şəkildə, yəni eyni şəkildə. Bunları da əzbər yadda saxlayacaqsınız. Təbii ki, əzbərləmədən onu başqa bir yolu yoxdur. Bilen varsa yorumlarda yazar, diğer yoldaşları da o şekilde yadda saklayar. E, Sonra şəkilçilərdə bu uzanma hadisəsi necədir? Ümumiyyətlə şəkilçilərdə uzanma olmur. Amma bəzi şəkilçilər var ki, onun özündə uzanma var. Bəzi şəkilçi var ki, nə şəkilçidə uzanma yox, nə kökdə uzanma. İkisi bir yere geldikdə artıq ortaya uzanma çıxır. Məsələn, bu da nə zaman baş verir? Adətən ərəb fars mənşəli sözlərdə olur ki, onlarda əslində uzanma yoxdur. Şəkilçi gəldikdən sonra artıq uzanma yaranır. Məsələn, anə, yanə, namə, ba, bi, na, bu şəkilçilər özündə uzanma var. Yəni istənilən sözü artıranda orada uzanma olacaq. Bunu əzbər biləndə mən demək harda bu şəkilçi ilə məsələn dahi yanə, dahi sözündə uzanma vardı, yanə də gəldi ikinci uzanma. Yəni biz bunun harda gördük, orada 100% uzanma var. Bir də var, sözdə də yoxdur dedim, şəkilçidə də yoxdur. Amma artıranda ortaya çıxmış. Məsələn, mən üfüqi sözünü dedim. Ü'də yox idi uzanma. Üfüq sözündə heç bir uzanma yoxdur. Mənbə sözündə heç bir uzanma yoxdur. Vəfada yoxdur. Hecada yoxdur. Amma lılı şəkilçisi gəldi, burada hecalı. A'da uzanmaya. Vəfa sözündə yoxdur, vəfasız uzanma yaratdı. Mənbə sözündə yoxdur, mənbədən şəklində uzanma yaratdı. Füq sözü yoxdur, gəldi uzanma yaratdı. Ona göre dediğim kimi bəzən bak hatta bunu 3 yere də artırmaq olar. Bir qrup şəkilçilərdə ümumiyyətlə uzanma yoxdur. Harda necə gəlməsindən basılı olmayaraq bu şəkilçilərdə uzanma yoxdur. Bir qrup şəkilçidə özündə uzanma var. Bir qrup şəkilçidə şəkilçilər var ki, hətta sız şəkilçisi öz şəkilçilərimizdir. Buna baxmayaraq bu sözə artırılsa orada uzanma yaradır. Sonra hatta sözün mənasını uzanma dəyişə bilir. Təkcə vurğu yox ha. Vurğu da sözün mənası, leksik mənasını dəyişə bilir. Həmçinin də uzanma da sözün mənasını dəyişə bilir. Məsələn, nərə, əyan, bəzən, dava sözlərində bu 4 sözlərdə uzanmaya görə mənası dəyişən sözlərdir. Bunları əzbər yadda saxlayın və vurğusu dəyişməklə mənası dəyişən sözlərdən qarışdırın. Bəzən testlərdə çaşdırma məqsədi ilə yazır ki, nərə, əyan sözü vurğusunu dəyişməklə mənası dəyişən. Uşaq da yadında saxlayın ki, mənası dəyişən sözdürsə, demək ki, bu həqiqətən belədir. Yəni məna dəyişirsə qurtardı getdi də, düzdür də, düz fikirdir. Amma burada vurğu sözünü orada söz oyunu edərək vurğu sözünü qoyub sizi çaşdıra bilərlər. Məncə burada bir şey qalmadı. Təkrar baxaq. Məncə hamısını dedik. İndi dəyərləndirmə gələcək. Yenə də digər dəyərləndirmə kimi edəcəm. İnşallah ki, bakarsınız, dediğim gibi dayandırıp suallara cevap verip devam edersiniz. Uzun saatte vursa eğlenceye düşen sözler. Bəzi, bəzən, yəni, bəli, lakin, daim, daima. Bax, uzun saatte vursa eğlenceye düşür. Mənası fərqlənən yox demədim ha. Uzun saat ehtimalı olsa da uzanma olmayan sözler. Yani orada uzun saat olmayan sözler. Balina, vitamin, adaptasya, dövran, heca, hesap, söhbət. Vurguya göre yok, uzanmaya göre mənası değişen sözler. Nərə, əyan, bəzən, dava və s.
Hansı şəkildə sözün sonlarında kökdə uzanma yaranır. Orada bəzi şəkilçilər vardı ki, özündə uzanma vardı. Bəzi şəkilçilər vardı ki, kökdə də uzanma yoxdur, özündə də uzanma yoxdur, amma ikisi bir yerə gələndə kökdə uzanma yaranır. L, L, sız şəkilçisi, dan şəkilçisi, I şəkilçisi. İnşallah ki, mövzu aydındır. Gəldik qoşa sahibli sözlərin yazılış və tələffüzünə. Təbii ki, burada da son dəyişikliklər var. Artıq son dəyişikliklər yeni çap olunan test tiplərində istifadə edilir. Mən düşünürəm ki, siz də artıq özünüzü buna öyrəşdirməyiniz vacibdir. Eyni cinsli qoşa sahib var, müxtəlif cinsli. Biz burada öncə gəlin eyni cinsliyə baxaq. Eyni cinsli qoşa sahib sözlərdə biri düşür. Məsələn, i, a, ə. Bunu bayaq uzun sahiblərdə də dedim ki, harda gördük düşürəcəyi yox. İstisna hallarda düşməyə bilər. Bunu da yadda saxlamaq üçün şikayət sözündə olan sahiblərdə çox şikayət edirsiniz ki, yadımda qalmır. Mən də sizə elə şikayət etdiyiniz o sözdə həmin sahiblərin olduğunu deyirəm. O'nun da var, amma proqrama düşmədiyi üçün onunla bağlı qoşa o da var. Üçcə dənə budur, bir də o ilə bağlı. Düşmədiyi üçün onun üzərində dayanmıram. Məsələn, burada təbii, biri düşür, biri qalır, saat, biri düşür, biri qalır, əmtə, biri düşür, biri qalıb. Yəni bu şəkildə uzun tələffüz olunur. Bir də tələffüz zamanı y ilə y artırılanlar var. Əgər diqqət etdinizsə, bunu da belə yadda saxlayın. Y ilə olan birləşmələrə adətən y artırılır. Tələffüzdə y artırılır. Məsələn, ailə sözündə y var, səidə sözündə y var, i var da demək. İaşə y var. Təqaüd bu istisnadır, amma bunda da var. Belə istisna deyil, çox az istifadə olunan sözlərdə olur. Bu o ilə e, bir də a, ü, poema, poema şəklində deyirik. Sonra tələffüzdə dəyişmir. Tələffüz zamanı, yəni heç bir hadisə baş vermir. Əvvəlki qaydalarda orada biri i-yə çevrilirdi, olurdu. Dəyişiklik vardı, amma indi deyir elə demə. Heç məsələn, baxın diqqət etdinizsə, mən burada bir göstərim. Diqqət etdinizsə, bu hissədə e ilə olanlardır. Burada isə ü və ə-ni yadda saxlayaraq bu şəkildə bunları yadda saxlaya bilərsiniz. Düşmə hadisəsi olmur. Sonra məsələn nümunələrə baxaq. Teorem elə teorem də deyəcəyik. Okean, okean deyəcəyik. Maneə, mənə görə maneə deyən yoxdur. Adətən orada y var. E və ə, maneə. Amma son qəbul edilmiş qaydaya görə burada da heç bir dəyişiklik yoxdur. Biz də onunla o şəkildə öyrənmiş olacağıq. Müasir sözü, müəllim sözü, fəaliyyət sözü. Burada ü adı, ü ədi, ə adı əvvəllər düşürdü. Biri uzun tələffüz olunurdu, digəri uzun tələffüz olunurdu, amma indi yoxdur. Da deyir müəllim deyin, müəllim deməyin. Ona görə biz də müəllim şəklində öyrənməliyik. Son qeyd var. Məsələn, ən çox düşən sözləri yazdım mən bura. Burada çoxdur, amma testlərdə daha çox istifadə edilir. Qiraət, şüara, bəraət, məcmuə, şücaət, riayət, fəal, itayət, müəmma, seans. Yəni burada tələffüz və yazılışında heç bir fərq yoxdur. Təbii ki, burada da yox idi. Teoremdə də müasirdə burada da yoxdur. Amma bu ən çox çaşınan sözlər olduğu üçün xüsusi ayrıca vermişəm. Ən çox bu dəbdə olan itayət sözüdür. Çox adam y olduğunu düşünür, amma uzanma var. A-ələrin hamısında uzanma var buradakı sözlərdə. Məsələn, şücaətdə də, itayətdə də, bəraətdə də, qiraətdə də bunların hamısında uzanma var. O uzanma da təbii ki, yazılış və deyiliş arasında fərq sayılmır. Sadəcə uzanma var. Desək ki, qiraət sözündə uzanmanı göstərib deyir, yazılış, deyiliş arasında fərq var. Biz bir işarə fərqini görürük, amma bunu fərq kimi götürməyəcək. Yazılış və tələffüz arasında fərq deyəndə sözün məsələn samitin dəyişməsidir, düşməsidir, artmasıdır, bu kimi şeyləri nəzərdə tuturlar.
İnşallah ki burada da burada bu son hissə qalıb, onu da aydınlıq gətirək. Əslində bu da yenə əvvəlki qaydalarda bu şeyə görə idi, EA, EO-ya görə ayrıca xüsusi qayda edirdik, amma indi ehtiyac yoxdur, onsuz da düşmür, istisna kimi verirdik. Nailiyyət üz aşağı üst örtülü sözlərində sait düşməsi yoxdur. Samit ola bilər, ha, y düşür, amma sait düşməsi yoxdur. Xalaoğlu, bacıoğlu, baxın, A, O iki qoşa sait yanaşı gəlib müxtəlif olsa da boşa sait yanaşlar amma düşmə var, uzanma yoxdur. Bəzən də ola bilərdi ki, biz burada dedik ki, biri düşürsə digəri uzanır. Yaza bilər ki, qoşa saitlərdə həmişə biri düşür, biri uzanır. Və yaxud da qoşa saitdə biri düşürsə 100% uzanma olur. Elə bir şeylər yoxdur. Yəni, məsələn, xaloğlu, bacıoğlu, dayıoğlu bu tip sözlərdə biri düşsə də digəri uzanmır. Dəyərləndirməyə baxaq. Eynicəsi saatlərin işləndiyi söz hansı idi? Yəni orada dediyimi yaddan çıxmaması üçün bu sözü yadda saxlaya bilərsiniz. Şikayət sözü idi. İyaşə, təqaüd, ailə, əmtə sözlərinin tələffüzünü yazın. Özünüz üçün orada qeyd edib dəftərinizə sonra baxa bilərsiniz ki, düzdür yoxsa yanlışdır. Teorem, maliyyə, fəaliyyət, itaət, bəraət sözlərinin yazılış və tələffüzü ilə bağlı. Elə burada tələffüzünü yazın deyir. Olduğu kimidir. Sadəcə burada y düşüb, qalanda uzanma var. Onları əlavə eləmiş. Nailiyyət, üstü örtülü, əl açıq, dayoğlu sözlərinin tələffüzünü yazın. Ahəng qanunu mənə görə ən rahat bölmələrdən biridir. Çox rahat da yadda saxlanılan bölmədir. Sadəcə və ya və sözünü qarışdırmayın. Bəzən yanlış olaraq deyirik ki, sözdə incə və ya qalın saitlərin bir-biri izləməsinə, bir də deyirik sözdə incə və qalın saitin bir-birini izləmə. Bu və qoyulursa o yanlışdır. Və ya desəm. O deməkdir ki, söz incə ilə başlayırsa, incə ilə bitirsə, ahəng qanunu gözləmir. Qalınla başlayırsa, qalınla da bitməlidir. Məsələn, külək sözündə ə, ü incədir, ə də incədir. A sözü, ata sözündə A qalındır, digərləri qalındır. Ahəng qanunu nəyə əsasən aparılır? Yazılışa əsasən, yazılışa əsasən. Məsələn, saitlərlə bağlı suallar hamısı tələffüzə bağlıdır. Bundan öncə olan slaydla bağlı deyirəm. Müxtəlif cinsdə, yəni onların hamısı tələffüz əsasındadır. 2 və 4 cür yazan şəkilçilərdə ahəng qanunu olur. Bu da son dövrdə dəbdə mi deyək, necə deyim bilmirəm. Yəni daha çox istifadə olunan test tipidir. Məsələn, sözə baxırsan ki, burada belə bir şey var. Deyək ki, burada sözə baxıb müəyyənləşdirə bilirlər. Külək sözünü, amma şəkilçini verir mənə. Deyir ki, daş şəkilçisi ahəng qanuna tabedir. İkinci bir sait yoxdur. Mən hardan bilim ki, bu qanun tabedir yoxsa yox? Bunun şərti budur. Ahəng qanunun sözdən tələbi başqadır, şəkilçidən başqadır. Şəkilçiyə deyir ki, ya 2 cür yazılmalısan, ya da 4 cür yazılmalısan. Sənin başqa cür yazılma ehtimalı yoxdur. Hal-hazırda daş şəkilçisi də bir cür yazıldığı üçün ahəng qanunu pozulub demək. Yəni, lalə şəkilçisi, lalə şəkilçisi 2 cür yazıldığı üçün ahəng qanuna tabedir. Sonra dır şəkilçisi 4 cür yazıldığı üçün ahəng qanuna tabedir. Ona görə şəkilçidən tələbi başqadır, sözdən tələbi başqadır. Ahəng qanunun kök və şəkilçi arasında möhkəm olur. Yəni, niyə möhkəm olur? Həmin şəkilçi gəlib sözün son saitinə görə uyğunlaşmayır. Məsələn, siz kitablər deyənmərsiniz. Buradakı A sizi məcbur edir ki, siz kitablar deyəsiniz. Bax, şəkilçinin bu kökdəki saitə uyğunlaşma hadisəsi adlanır morfonoloji. Morfoloji başqa şeydir. Morfonoloji başqadır. Yəni, bunda no olanda şəkilçinin kökdəki saitə uyğunlaşmasından gedir. Bunu da qarışdır. Heca nədir? Söz masalının bölünən hissəsinə heca deyilir. Amma biz bu şəkildə asanlıqla bölə bilirikmi, bilmirik. Artıq o sizin işdir.
Sadəcə diqqət edəcəyimiz məqam var. Heca da yazılış əsasında aparılır. Amma diqqət edəcəyiniz məqam budur, ən önəmli məqam. Nə qədər sahib varsa bir o qədər heca var. Məsələn, heca sözündə neçə dənə sahib görürük? 2 dənə. Demək ki, neçə hecalıdır? 2 hecalıdır. Amma nəyə əsasən baxacam yazılışa? Məsələn, zülümkar. Hal-hazırda zülümkar sözündə neçə sahib görürəm? Ü var. Amma tələffüzü necədir? Zülümkar. Burada neçə görürəm? 3 görürəm. İndi mən hansına görə götürüm? Testlərdə, fonetika bölməsinə aid testlərdə bu tip suallar görəcəksiniz. Toplumumuzda da var. Ü və A. 1, 2, 3 dənə sahib var. Amma biz nəyə əsasən baxacağıq? Buna əsasən deyəcəyik. Neçə hecalıdır bu söz? 2 hecalıdır. Niyə? Yazılışa görə baxıram. Tələffüzə görə yox. Bunu yadda saxlayın. Bir hecada 2 sahib işlənmir. Yəni biz mütləq şəkildə A, E, L sözündə biz bunun ikisini bir dənə heca sayaq, yox, olmur. Bir dənə heca, 2 dənə. Yəni zülümkar sözündə Ü, bir də kar. 2 dənə heca var. 3 dənə heca deyə bilmərik. Ayrı-ayrı da parçalamalıyıq. Yəni burada A, I, L. Yəni bu şəkildə parçalanır. Neçə hecadır? 3 hecadır. 3 dediyimiz kimi 3 yerə də parçalamalıyıq. Neçə hecadırsa, neçə qədər sahib varsa bir o qədər də parçalamalıyıq. Bunu da nəzərdə saxlayın. Heca saitlə bitərsə, hal-hazırda lalə saitlə bitir. Saitlə bitdiyinə görə nə sayılacaq? Açıq. Samitlə bitərsə qapalı heca deyirlər. Bu da bəzi yerlərdə qarşınıza çıxa bilər. Onun üçün deyirəm. Məsələn, məktəb yazın. Məktəb. 2 hecalıdır. Samitlə bitdiyinə görə bunlar qapalı hecadır. Amma bu açıq hecadır. Mürəkkəb sözlərdə heca anlayışı biraz fərqlidir. Mürəkkəb sözlərdə hecanı müəyyənləşdirərkən bütöv söz prinsipinə əsaslanacağıq. Yəni biz bilirik ki, mürəkkəb sözün tərkibində 2 söz olur. Yarımada sözündə, hal-hazırda yarımada sözü. Burada neçə var? Yarım və ada sözü. Heca da deyir ki, sən qaydaya görə biz bunu hərəcəsini belə bölə bilərdik. Ya, R, modan sonra sahib var. Onun yanına gedə bilər. Ma, da. Amma bu yanlışdır. Çünki qayda deyir ki, sən birinci hissəni ayrı heca və burada bir dənə də defsko, məsələn, ya, R, burada bir ikisinin arasında bir defsko, o bir sözdə ayrıca ayrı. A, da. Demək, doğru olan budur, yanlış olan budur. Bu yanlışdır. Burada da buna diqqət edin. Heca inşallah ki aydındır. Sətirdən sətrə keçirmək. Düzgün hecaya ayırmışıqsa, sətirdən sətrə keçirmək o qədər də çətin deyil, çox rahatdır. Sətirdən sətrə keçirərkən birinci şərtimiz budur ki, baxın, burada da qeyd eləmişəm. Birinci şərtimiz budur ki, mütləq şəkildə düzgün hecaya ayırmalısın. Yəni, bayaq biz ayrılmış sözü, biz tələbə. Hal-hazırda düzgün hecaya ayırır. Hardan hecaya ayırmışamsa, oradan da sətirdən keçir. Yox, mən belə yazmışam, dəftərimdə yer yoxdur, bunu da bura yerləşdirdim, ən aparım ora keçirim, burada qoyum, elə şey olmaz. Heca hardan ayrılıb, oradan da sətirdən sətirə keçirə bilirsiniz. Sonra tək hecanı sətrin sonunda saxlamaq və yaxud da yeni sətrə keçirmək olmaz. Məsələn, hal-hazırda necədir? A, I, yanlış oldu. A, I, L. Bir bu söz, bir də ana sözü, bir də bunu yazım, bu. Yəni, burada hal-hazırda biz bunları necə hecaya keçməliyik? Tək hecanı sətrin sonunda saxlayıb qalanı keçirmək olmaz. Və yaxud da bu hissəni yeni sətrə keçirmək olmaz. Bu yanlışdır. Tək heca varsa sizin buradan keçirmə imkanınız yoxdur.
Siz ana sözünü bütöv keçirməlisiniz. Yox, mənim orada yer dəftərimdə böyük qalır. Belə bir şey ola bilməz. Təbii sözündə də tədən, burdan keçirə bilərsən. Burdan olmaz. Ailə sözündə necədir? Burdan yenə keçirə bilərsən. Təkcə amma ikisi bir yerdə olduqda artıq burdan keçirə bilərsən. Bunlar incə məqamdır. Diqqətlə yadda saxlamağa çalışın. Təkcə sözləri hecəyə ayırmaq olmaz. Yəni kənd sözünü sən hecəyə ayıra bilməzsən. Niyə? Bir dənə hecəsi var. Mürəkkəb sözlər yenə eyni qaydada ayrılır hecəyə. Hardan ayrılıbsa o hissədən keçirilir. Bunu da bu qeydi də ailə sözünü də dedim. Yəni bu tip sözlərdə də diqqətli olacaqsınız. Dəyərləndirmə. Daş şəkilçisinin 4 cür yazılan D şəkilçisindən ahəng qanuna görə fərqi nədir? Bunu indicə izah etdim. Yəqin ki, yadda qalıb. Telegram sözünü hecəyə necə ayırmalıyıq? Orada o hissəni demədim. Qram və dram sözlərini parçalananda qram, dram sözü parçalanmır, yəni bütöv qalır. Ona görə onu da nəzərə alın. Hecəyə ayırmaqla sətirdən sətrə keçirmək arasında fərq nədir? Sözdə nə qədər sait varsa, bir o qədər də təbii ki, heca var dedik və hardan ayırmışıqsa, həmin hissədən də sətirdən sətrə keçirməliyik. O baxımdan burada da fərq nədir? Heca sözdə nə qədər sait varsa, həmin hissələrdən hecaya ayırmaq olur. Lakin sətirdən sətrə keçirərkən sait olan istənilən yerdən keçirə bilmərəm. Niyə? Çünki bayaq dedik, təbii, ana sözündə A biz saxlayıb digər hissəyə nədir? Keçirə bilmərik. Dedim, ana sözünü bütöv keçirməliyik. Bunu nəzərdə tutulur. Amma A-dan hecəyə ayıra bilirik. Hansı hallarda heca saitdən ibarət olsa da sətirdən sətrə keçirmək olar? O da istisna dedim, 2 sait yan-yana gələrsə olar. Bunu da yəqin ki, diqqət etmisiniz. Saitlə bağlı hissə bitdi, keçirik samitlə bağlı hissəyə. Fonetika biraz uzundur, pauza edib, saxlayıb, təkrar davam edə bilərsiniz samit hissəsindən. Samitlər nədir? Ağız boşluğunda müəyyən bir maniyə rast gəlinən səslərdir dedik. Gəlin baxaq, burada hansı tip səslər var? Cingiltili samitlər var, kar samitlər olaraq 2 yerə ayrılır. Cingiltili samitin hansı xüsusiyyətləri var? Məsələn, buradadır, kar samitlər var, xüsusiyyətləri burada vermişəm, cingiltili samitlər var. 11 kar samit var, yalnız küydən ibarətdir. Demək, kar nədən ibarətdir? Küy. Küy nədir? O dəmir yerə düşəndə bir qulağa işləyən bir səs çıxır, həmin odur. Yəni partlayırma, partlamalar olur, həmin o partlamalar küydür. Cingiltili samit küy və biraz da yumuşaqlığı var, avaz. Səs telləri fəal olur, çünki avaz var axı burada. Amma burada küydən ibarət olduğu üçün səs telləri qeyri-fəal olur. Sonor samitlər nədir? L, M, N, R samitləri sonor samitlərdir. Bir də N, M samiti var. Onlar isə burun samitidir. Niyə? Çünki burunda səslənir. Dilimizdə ümumiyyətlə 25 səs var. Onun 23-ü əlifbada işarəsi var. Əlifbada işarəsi olmayan səslər hansıdır? K və İ-dir ki, bunlar, məsələn, ikisi də bu 2 şəkilsə, məsələn, K deyəndə üzərində bir şey yoxdur, K deyəndə mütləq üzərində iştirak işarəsi olmalıdır. Eyni şəkildə X, həm X, həm də İ-yi bildirir. Yəni, İ bu samiti bildirir. Ona görə bu ikisini çıxanda 23 yazıda 23 işarəsi var deyirik. Gəldik digər şeyə. Cingiltili samitlər çoxdur. Bunu necə edək ki, yadda saxlaya bilək. Mən adətən bu cümlədən istifadə edirəm. Güloğlanda maraqlı Azərbaycan jurnalı var. Əgər baxsanız, bütün 23 cingiltili samitin 23'ü də var. Z, B, Y, C, burada J, burada da V. Yəni, bu cümləni yadda saxlayırsınız. İmtahanda tez kitabçanızın yuxarı hissəsindən bir yerə yazırsınız. Sonra ən önəmli və diqqət edəcəyiniz məqam nədir?
tələffüzə bax. Heç vaxtı yazılışa baxmır. Məsələn, deyir ki, qanat sözündə çar samit yoxdur. Mən də baxıram, həqiqətən də yazılışa baxsam, Güloğlanda cümlənin yazılışına baxırıq, sözlərin tələffüzünə bax. Məsələn, Güloğlanda Maraqlı Azərbaycan jurnalı var. Hal-hazırda burada biz bütün qını da görürük, nını da görürük, dını. Deyəcək ki, hə, düz deyir də, fikir doğrudur. Burada kar samit yoxdur. Amma unuduruq ki, tələffüzdə qanat sözü t şəklindədir. D, t-yə keçir. Ona görə bəli, doğru fikirdir. Burada t var. Bəzən də uşaq gəlir ki, ay müəllim, bəs mən yanlış tapmışam, testdə səhvlik var. Deyir ki, qanat sözündə kar samit yoxdur. Mən də yazmışam, doğru fikirdir. Amma səhv çıxır. Niyə şeydir? Burada baxın da, siz də bizə bu cümləni vermişdiniz. Cümlədə də yoxdur. Yadından çıxıb ki, tələffüzə baxsın. Ona görə mütləq şəkildə tələffüzə diqqət edirsiniz. Sonra qoşasamit sözlərin yazılışı və tələffüzü. Gəlin öncə bu hissəyə baxaq. Burada da qoşa sait, qoşa samit eyni anlayış ikisində də var. Demək, burada sadəcə eynicisi orada bir dənə idi. Şikayət sözündə olan saitlər idi. Amma burada iki yer ayrılır. Tələffüzdə fərqlənənlər, tələffüzdə fərqlənməyən. Tələffüzdə fərqlənənlər hansıdır? 2T, 2Ç, 2Q, bir də 2P. Bu da yenə 100% qayda deyil. Hər yerdə mən 2Q gördümsə mütləq tələffüzdə dəyişəcəm, elə deyil. Bu adətən alınma sözlərdə olur, dəyişilir. Amma yenə də istisnasız mümkün deyil. Milli sözlərdə də birləşə bilər və şəkilçi gələ bilər, ortada eyniləşə bilər. Burada qaydalar fərqli olacaq. Demək, baxın, T, Ç, P. Çardır və çarlarda ikincilər dəyişir, cingiltili olur. Əlbəttə, mən burada birbaşa tələffüzü yazmışam sizə. 8 sözü ikinci G-yə çevrilib, tappıltı sözündə ikinci B-yə çevrilib. Amma cingilti olan tokka sözündə isə birinci dəyişir. Tək qap sözündə olan samitlərdir ki, tələffüzdə fərqlənir. Bundan başqa yerdə 2V, 2F, 2S, 2L, 2BD, R, N, M, C və s. görsəm tələffüzdə dəyişməyəcək. Məsələn, əvvəl, şəffaf, hətta qəbul 2000 neçənci ilin imtahanlarında idi, şəffaf sözünü salmışdı, bəzi uşaqlar götürüb V-yə çevirmişdi. Amma olmaz. Elə şəffaf şəkildə də tələffüz edəcək və heç bir dəyişiklik yoxdur. Amma bunların da təbii ki, ikisinin istisnası var. İstisnalar təbii ki, olacaq, çıxacaq. Fonetikanın çətinliyi də buradadır. 100%'lik qaydalar demək çox çətindir. Məsələn, digər bölmələrdə bunu eləyə bilirik, amma burada biraz bu iş bizi yorur. Gələk müxtəlif cinsli qoşa samitlərə. Müxtəlif cinsli qoşa samitlərdə nə var? Öncə buradan başlayaq. Demək, söz kökündə qoşa kar samitlər, söz ortasında iki müxtəlif kar samitlərin ikincisi cingiltili tələffüz. Məsələn, 2 dənə kardır. Demək, ikincini necə deyəcəm? Cingiltili. Tövfə sözündə bəzən uşaqlar deyir ki, mən qarışdırıram. Müəllim, töhfədir, yoxsa tövfədir? Bunu qarışdırmamaq üçün yadda saxlayın ki, yazılışda cingiltili olmur, kar olur. F, ikisi də kardır. Tələffüzdə o f-yə çevrilir. Məsələn, asfalt sözü tələffüzdə cingiltili gələ bilər. Yazılışda o olur. İstintaq sözü burada var, amma istisnada gördüyünüz kimi və yaxud da kar keş şəkilçisi, təbii ki, burada sözün ortasında dedik. Söz kökündə qoşa karsan. Amma burada söz kökü deyil, kar şəkilçidir. Gəlir və burada iki karın yanaşı gəlməsinə səbəb olur. Amma buna baxmayaraq biz orada nə edirik? Onu tələffüzdə dəyişməyəcək. Bu, o qaydaya aid deyil, amma istisna içində vermək məcburiyyətindəyik. Demək, davam edək. M və N samiti. M və N samitinin tələffüz qaydası.
Demek bunu belə diqqət edin. Bunu düstur şəklində bu şəkildə birləşdirməyə çalışdım. N və N samiti, M və B samitinindən əvvəl gəlirsə tələffüzü dəyişir. Baxın, təbii biz burada aşağıda pambıq, lampa sözünü istisna kimi amma mənə görə bu istisna deyil. Amma kitablarda, testlərdə uşaqlar yaxşı yadda saxlasın deyə verirlər. Çünki bizim qayda budur ki, N B-dan əvvəl gələndə bu dəyişmə başlayır. Burada N samiti var yazmışda? Yox. N var? Yox. N var? Yox. Demək ki, bu qaydaya aid bir şey deyil bunun istisnası. Bunun istisnası budur əslində. Əyin baş, can baş, günbəz və dinməz sözü. Baxın, günbəz və dinməz. B-dan əvvəl gəlir, demək tələffüzümü necə verəcəm? Günbəz. Dinməz sözünü necə verəcəm? Dinməz. Yəni 2 mi? 2, burada da B-dan əvvəl gəldiyi üçün. Demək, N, M-dan əvvəl gələndə, belə M və B-dan əvvəl gələndə tələffüzdə M kimi tələffüz olmayacaq. Sonra digərlərinə də baxaq. Söz kökündə Q. Q. Kardan əvvəl gəldikdə, baxın, sözün kökündə hər yerdə kardan, cingiltidən əvvəl gələndə yox. Söhbət gedir nədə? Söz kökündə necə olur bu hadisə? Çünki söz sonunda başqa şeydir, söz kökündə başqa şeydir. Məsələn, Q kardan əvvəl gələndə K kimi tələffüz olunur. Baxacağıq. Nümunəyə məsələn nöqtə, kardır, əvvəl gəlib, demək tələffüzüm necə olacaq? K kimi. Nöqsan, kardır, sözün ortasıdır, demək tələffüzüm necə olacaq? K kimi. İqlim, L-dır, demək sözün ortasındadır. Həqiqətən də Q da qalacaq və cingiltilidir L. Y cingiltilidir, demək Q qalacaq. Bu söz ortasında kökdən gedir söhbət. Sözün sonunda Q-nın tələffüz qaydaları başqadır. Onu deyəcəm. Bu da çox az hallarda düşlərdə məsələn Ç samitindən sonra D, Z, S, T, L, N samitləri gələrsə tələffüzdə Ş kimi deyəcəyik. Bu istəyir söz, istəyir şəkil kimi, istərsə də söz gəlsin, fərq eləməz, tələffüzdə dəyişir. Məsələn, heç nə sözündə biz özündən sonra samit başlayan söz gəldiyi üçün heç nə deyəcəyik. Bəzən kimsə deyir, ay müəllim, yox, heç nə nədir, heç nə deyən var, hamısı elə heç nə deyil. Bizim nə deməyimiz önəmli deyil, qaydanın nə deməyi önəmlidir. Poçt sözündə poçt, içdi sözünü içdi, üç dəfə sözünü üç dəfə, qayda bizə bunu deyir, biz də bu şəkildə öyrənmək məcburidir. Gələcəkdə dəyişərsə, biz də o zaman deyəcəyik, artıq bu şəkildə deməlisiniz. Təbii ki, bayaq S ilə, M ilə bağlı istisnaları dedim. Məsələn, burada baxırsınızsa, rəssam sözündə tələffüzdə düşmür. İkisi gəlirsə düşmür. Amma diskusiya, komissar, rejissor, amonium, qramofon, qrammatika, kommunizm sözlərində bir M və bir S ilə tələffüz ediləcək. İnşallah bu hissədə aydındır. Dəyərləndirmə gəldi. Dəyərləndirməni oxuyursunuz, sonra dəyərləndirirsiniz. Özünüzü fikir olanda maraqlı Azərbaycan jurnalı var cümləsində bütün cingiltilər var idi və nəyə baxırdıq? Tələffüzə. Əlifbada işarəsi olmayan səslər hansıdır? Bəzən testi belə verirlər. Aşağıdakı cümlələrdən birində əlifbada işarəsi olmayan səs var. Bu zaman mən nəyi axtaracam? Bax, bu samitlər. K və H. Sözün kökündə iki kar samiti yanaşı gələrsə necə tələffüz olunur və nümunə yazın. İki kar samit. Usta şəklində. Mən bunu yazmışım, siz başqa nümunə də yaza bilərsiniz. Söz kökündə Q samitin kar və cingilti samitdən əvvəl gələrkən necə tələffüz olunur? Nümunə yazın. O da indicə bundan qabaq dedim. Q kar samitdən əvvəl işləyəndə K kimi, cingilti samitdən əvvəl işləyəndə Q kimi tələffüz olunur. Burada Q'nın üstünə ştrix düşüb, kopyalayıb yazanda yəqin ki, eyni şəkildə gedib. Üzrlü sayarsınız.
Gəldik Ç samitinin yazılış və tələffüzünə. Demək, Ç ilə, Q ilə bağlı söz sonunda fərqli tələffüz qaydaları var. Bunlar nədən ibarətdir? Təbii ki, sözün sonunda. Gör, nə dedik? Sözün sonunda K samitinin tələffüzü. Gəlin, belə eləyək. Biraz yaxınlaşdırım. Hə. Baxın, 3 forması var. Mən onları ayrı-ayrı deyəcəm. 3 formada bunu yadda saxlaya bilərsiniz. Sözün sonunda ya ih tələffüz eləməlisiniz, ya K kimi tələffüz eləməlisiniz. Məsələn, ürək sözünü ürək şəklində, şərik sözünü şərik şəklində. Hə, sual ola bilər ki, ay müəllim, mən nə hardan biləcəm ki, ihdir, hardan biləcəm ki, çıdır? Bunun fərqini bilmək üçün sadəcə saitlə başlanan şəkilçi artırın. Əgər saitlə başlanan şəkilçi gələndə bu ç dəyişəcəksə, demək ki, onu i ilə tələffüz edin. Dəyişmirsə, yəni dəyişmirsə o zaman ç ilə. Baxın, indi artıra bilərsiniz. Ürəyin. Gördünüz mü? Ürək sözünə ini artıdı. Nə oldu? Y. Demək ki, dəyişdi. Dəyişdisə tələffüzün də dəyişməlidir. Amma şərikin sözündə şəriyin olmaz. Şərikin məni anladır. Burada şərikin sözündə dəyişmədi. Demək, tələffüzü də dəyişməyəcək. Bu şəkildə yadda saxlaya bilərsiniz. Demək, ikinci qaydası nədir? Samitlə başlayan söz və şəkilçi gəldikdə ih deyəcəksiniz. Artıq burada istəyir samitlə başlanan şəkilçi gəlsin, istəyir söz gəlsin. Hər ikisində biz tələffüzü dəyişəcəyik. Demək nədir? Baxın, küləklər. Küləklər necə olacaq? Küləklər. Niyə? Larlər samitlə başlanan şəkilçi gəlib özündən sonra. Və yaxud da külək səsi sözündə özündən sonra samitlə başlanan söz gəlib. Ona görə tələffüzümü necə edəcəm? Külək səsi. Keçdik indi saitlə başlayan söz və şəkilçi gələndə y kimi tələffüz edəcək. Məsələn, baxın, çiçək sözünə çiçək. Çiçək sözünə biz yenə ın artırır. Artıranda həm tələffüzü dəyişir şəkilçi gələndə, həm də yazılışı belə. Yəni yazılışı da tələffüz də eynidir. Amma söz gələndə ç ilə yazılacaq, y ilə tələffüz ediləcək. Yox, mən burada edim olmaz. Niyə? Çünki saitlə başlanan nə gəlir? Nə gəlir? Söz gəlir. Söz gəlirsə, demək necə olmalıdır? Y kimi tələffüz etməliyik. İnşallah ki, bu hissədə aydındır, görək nə qaldı. Ç kimi tələffüz olunan sözlərdən sonra saitlə başlanan bu ihdir. Ç kimi tələffüz olunan, yəni bu qaydanı deyirəm. Ç kimi tələffüz olunan sözlərdən sonra saitlə başlanan şəkilçi də gəlsə, söz də gəlsə, alınma sözlər olduğu üçün orada tələffüzlər dəyişməyəcək. Əslində ç qaydası ilə qaydalar eynidir. Söz sonunda saitlə başlanan şəkilçi, saitlə başlanan söz, samitlə başlanan şəkilçi, samitlə başlanan söz gəldikdə necə olur? Burada qayda eynidir, sadəcə tələffüzlər dəyişir. Məsələn, burada görürsünüz, söz sonunda ya x deməliyəm, q-dırsa q-nı ya x deməliyəm, ya da k deməliyəm. Bunun da fərqi yenə. Saitdən başlayan şəkilçi artırıb yoxlaya bilərəm. Tərəddüd edirəm. K-mı deyim, yoxsa P-mi deyim? Bu zaman nə edəcəyik? X deyirəmsə, əgər X dediyimi bilmək istəyirəmsə, saitlə başlayan şəkilçi artırım. Qonağın. Gördüyün kimi dəyişdi. Dəyişdisə, demək ki, X deməliyim. Üfüqün, ün. Gördüyünüz kimi, demək, burada nə olur? Ü artıranda dəyişmə olmur. Dəyişmə olmadığına görə biz bunu üfüq sözünü K şəklində deməliyik. Samitlə başlayan söz və şəkilçi gələndə yenə təkrar X olacaq. Baxırıq. Otaqlar, otaqlar, samitlə başlanan.
Şəkilçi gəlib, otaqlar, otaq havası, samitlə başlayan söz gəlib, demək nə deyəcəm? X. Burada da yenə yazılışda saitlə başlanan şəkilçi gəldiyi üçün burada yazılışı da elə ğ-dır, tələffüzü də ğ-dır. Amma söz gələndə yazılışda q yazılır, bunu ta x deməyəcəm, ğ deyəcəm. Ən çox da yanlış edilən məqamlardan biri budur. Cümlənin içərisində verir, uşaq sözü tək götürür, qoruq sözü hə də, x-dır da tələffüzü. Amma baxmır ki, özündən sonra söz gəlib, ona diqqət etmək lazımdır. Məncə hamısını dediyim bir şey qalmadı. K kimi tələffüz olunma var. Demək, K kimi tələffüz olunanda biz nə edəcəyik? Burada qaydada müəyyən dəyişiklik var. Məsələn, Q-nın K kimi tələffüzü, amma Ç-da K kimi tələffüz olunanda elə bir dəyişiklik yoxdur. Saitlə başlayan şəkilçi artda olduğu kimi qalacaq. Amma samitlə başlayan şəkilçi gələndə burada dəyişmə baş verəcək. Məsələn, fərq sözünü fərqi artıranda heç olduğu kimi də qalır tələffüz. Amma fərqlənmək sözü tələffüzdə necə olacaq? Hal-hazırda belə yazılır. Fərqlənmək. Nə edəcəm? Bunun tələffüzdə buranı K eləyəcəm. Buranı samitdən əvvəl bayaq dediyim kimi M olacaq. Ç isə söz sonunda gələndə nə olurdu? İh olur. Söz sonunda B, D, C, C samiti. Təbii ki, orada Q, Ç-nın qaydaları biraz fərqlidir. Buranınki fərqlidir. B, D, C, C samitlərinin yazılış və tələffüzü. Mən bunları açım öncə. Məsələn, bu 4 dənə samit sözün sonunda gəldikdə qarşılığına keçəcək. Özü nədir? Cingildir. Qarşılığı nə olacaq? Kar. Demək, mən bunu yaxınlaşdırım. Kitab sözünü kitab, tüfəng sözünü tüfəng, qılınc sözünü qılınc, qanad sözünü qanad şəklində deyəcəm. Amma bunu bütün sözə mi şamil eləməliyəm? Xeyr, yanlışdır. Məsələn, məktəb sözündə bu p-yə çevrilmir. Qab sözündə bunun mən xüsusi qeydlərim var. Həmin xüsusi qeydlərin içərisində vermişəm o tip sözləri. Qab sözündə qap p deyə bilmərsən. Yəni, harada gördüm, bir tək hecalı sözlərdə olur adətən dəyişmə olmur. Bir də incə saitlə yanaşı işlənəndə bu dəyişmə olmur. Qalın saitlərlə yanaşı işlənəndə çox hecalı sözlərdə bu dəyişmə olur. Ona görə demək, söz sonunda heç nə gəlməyibsə, tələffüzünü dəyişəcəm bu samitlərin. Amma yox, söz sonunda özündən sonra samitlə başlayan şəkilçi söz gəlibsə, təbii ki, tələffüzü burada yenə dəyişəcək. Sait gələndə yox, samit gələndə dəyişəcək. Tüfəng, tüfəngçilər, kitab mağazası, hətta özündən sonra söz gəlib, söz gəldiyi üçün kitab mağazası şəklində verəcəm. Məsələn, B və belə Q və Ç ilə bağlı izah edəndə dedik ki, sait gələndə dəyişmə baş verir. Məsələn, otaq otağı və yaxud da çiçək çiçəyin, yer çevrilmə. Amma burada belə deyil. Bu 4 samitdə özündən sonra saitlə başlayan şəkilçi gələndə daha sabit olur. Yəni, söz sonunda necə yazıldığını müəyyənləşdirir və rahat şəkildə biz bilirik ki, sözün sonunda necədir. Məsələn, corab sözünü corabın, corab aldım, corab aldım. Yəni, saitlə başlayan şəkilçi də gəlsə, söz də gəlsə olduğu kimidir. Bu bizə nəyə kömək edir? Bəzən mən tərəddüd edirəm, imtahandayam. Qanad sözündə tərəddüd edirəm, qanad yazmalıydım, t yazmalıydım. Tez saitlə başlanan şəkilçi artıram. Ya t ilə yazılacaq, ya d ilə. Qanadın olmur, demək qanadın. I-la oldu, d olduğunu demək yazılışı budur. İnanıram ki, burada aydın oldu. Bunu dedim, sözün sonunda necə olur, onu tapırıq. Təbii ki, burada nümunələr var. Bu nümunələri siz özünüz yazırsınız, sonra düzgün variantına baxırsınız. Burada qırmızı rəngdə verilmiş samitlərin tələffüzünü yazırsınız. Sonra da mən hansı tələffüz formasıdır qarşısına vermişəm.
Vurğu ilə bağlı çox danışmayacağam, çünki vurğu ilə bağlı xırdalıqlar çoxdur. Qəbulda da mübahisəlidir. Bəzən bir il salırlar, bir il çıxarırlar. Sonuncu Dimin jurnalında da, yəni proqramda da bu mövzu artıq çıxarılmışdı, amma bəzən MİQ, sertifikasiya tipli imtahanlarda bu mövzu lazım olur. Ona görə bu hissəni deyəcəm, qalanda xüsusi hissədə verilib. İnşallah ki, özünüz o istisnalara baxarsınız. Üç cür vurğu var. Heca vurğusu, məntiq vurğusu, bir də həyəcanlı vurğu. Ümumiyyətlə həyəcanlı vurğu həyəcanla deyilən vurğudur. Sözün yerini istənilən hissəsini dəyişmir. Bu da düşün. Düşən nədir? Heca vurğusu məntiqi vurğu. Məntiqi vurğu da çox asandır. Xəbəri tapıram cümlədən. Məsələn, deyək ki, mən kitab aldım. Hal-hazırda xəbər budur. Bundan əvvəlki söz nədir? Kitab. Demək, məntiqi vurğu budur. Məntiqi vurğu sözlərin bir-birinə nisbətən qüvvətli deyilməsi. Bu da yazıda yeri sabitdir. Vurğu, məntiqi vurğunun yeri sabitdir yazıda, amma şifahiyyətdə istənilən yerə sala bilərsiniz. İmtahanlarda da düşəndə yazını soruşur. Məntiqi vurğunun cümlədə məntiqi vurğu hardadır? Xəbərin yanındakı sözlərdir. Çox rahat və asan bir şeydir. Ən böyük qəliz məsələ heca vurğusudur. Sözdə hecaların birinin digərinə nisbətən qüvvətli deyilməsinə heca vurğusu deyilir. Hə, bu tərifdir. Yaxşıdır, tərif bildim. Amma bu təriflə mən vurğunu tapa bilərəmmi? Məncə yox. Vurğu ilə bağlı müxtəlif metodlar öyrətməyə çalışılır, amma hələ ki effektli bir nəticə yoxdur. Niyə? Çünki mənə görə vurğu düzgün tələffüz formasıdır. Yəni bir hecanın digər hecaya nisbətən qüvvətli deyilməsi ilə biz yox, sözü düzgün yerində deməklə mənanı düzgün səsləndirmək çox önəmlidir. Məsələn, mən bir söz deyim. Qapı açıldı. Qapı açıldı. Qapı açıldı. Baxın, qapı açıldı. P-nın üzərinə alın. Bir də deyirəm, qapı açıldı. Qapı açıldı. Yəni, qapı açıldı şəklində deyəndə sözün mənası dəyişir. Sözün mənasının o dəyişdiyini hiss edə bilsək, vurğunu tapa bilərik. Mən vurğunun tapılma yollarından bunu deyirəm ki, götürün hecalara ayırın, cümlədə işlədin. Hər hecanı deyib cümlə ilə paralel şəkildə deyin. Əgər məna pozularsa, demək ki, vurğu orada deyil. Yox, məna pozulmayacaqsa, demək ki, vurğu oradadır. Məsələn, burada nümunələr vermişəm. Özünüz üçün müəyyənləşdirə bilərsiniz hardadır. Sonra mən açacağam. Açdım demək. Baxın, əlbəttə gələcək sözündə, əlbəttə sözündə, təbii ki, vurğu yazılışa görə baxılır. Əlbəttə gələcək, əlbəttə gələcək, əlbəttə gələcək, əlbəttə gələcək, əlbəttə gələcək. Nə qədər möhkəm desə məna pozulmur. Əlbəttə gələcək, əlbəttə gələcək. Məna pozulur. O yüksək demək şərt deyil ha. Əlbəttə gələcək, əlbəttə gələcək, əlbəttə gələcək. Əlbəttə gələcək, əlbəttə gələcək. Yəni bu şəkildə deyərək tapmaq mən düşünürəm daha rahatdır. Bir də sərbəst deyə bilərsiniz. Heç bir hecəyə ayırmadan deyə bilərsiniz. Baxacaqsınız bir hissəyə kimi bir yerdə gəlir fonetika. Baxın, fonetika, sərbəst deyil. Fonetika. Fone bir gəlir, tika bir gelir. Orada bir dayanma olur. Fonetika. Avtobus. Avto bir gəlir, toda. Bus bir gelir. Sonra lisenziya. Lisenziya. Lisenziya bir gəldi. Sen, ziya bir getdi. Yəni bu şəkildə düşünürəm ki, tapa bilərsiniz. Buradan belə fonetikanın xüsusi qeydləridir. Xüsusi qeydlər yetərincə çoxdur. Bu hissədə dayandıracağım. Xüsusi qeydlərlə bağlı əlavə müzakirələrimiz olacaq və yaxud da ola bilər video şəklində çəkim. Məsələn, ümumi bir keçib göstərə bilərəm. Kəmiyyət, keyfiyyət fərqləri var. Yəni burada bir çox, məsələn, vurğu ilə bağlı əsas hansı sözlərdə necə olur, söz mənası dəyişəndə necə olur, bunlarla bağlı yetərincə məlumatlar var. Bu hissəni özünüz oxuyacaqsınız. Çünki məsələn, vurğu qəbul etməyən şəkildə onsuz da mən
Burada desəm də deməsəm də əzbərləməlisiniz. Göz yaddaşında saxlamalısınız. Sonra dəyərləndirmələr var. Özünüz oxuyub özünüzü dəyərləndirə bilərsiniz. Bir Y ilə yazılan sözlər hansıdır? Bunu yenə özünüz oxumalısınız. Tək hecalı sözlər, hər iki forma, iki hecalı sözlər, yenə bunlara aid nümunələr var. Yəni burada da yenə xüsusi qeydlərimiz var. O qeydlərə də ayrı-ayrı baxıb özünüz öz sonda dəyərləndirə bilərsiniz. Hətta sual-cavabınızda bu hissələr var. Gördüyünüz kimi böyük bir xüsusi qeydlərimiz var. O xüsusi qeydlər də ən çox elə imtahanlara düşüb çaşdıran da bayaq dediyim o istisnalardır. Gördüyünüz kimi mövzu bitdi. Hər kəsə uğurlar arzulayıram. İnanıram ki, bu mövzu sizlər üçün faydalı oldu. Yeni bir şeylər öyrəndiniz. İnşallah ki, izləyərsiniz. Problemləriniz olarsa şərh bölməsində bizə bildirərsiniz. Uğurlar, hər kəsə təşəkkürlər.